Salam, 7-ci siniflər üçün olan böyük summativ qiymətləndirmə 2, yəni BSQ 2-dən olan ingilis dili suallarının doğru izahları ilə tanış olaq. Birinci sualda space sözünün düzgün definition istəyir. Space sözünün mənası boş yer deməkdir. B-dəki to become successful uğurlu olmaq deməkdir. Düz gəlmir məna olaraq. Very interesting çox maraqlı. Very bright white çox parlaq ağ rəng deməkdir. Amma empty area boş yer mənasını verir. Ona görə bir də A variantı olacaq. İkinci sualda quiet, yəni sakit sözünün sinonimini istəyir. Noisy səs-küylüdür, sinonim olmaz. Incredible ağlasığmaz deməkdir. Mənası düz gəlmir. Important vacib deməkdir. Silent isə səssiz, sakit. Ona görə C doğru cavabdır. Üçüncü sualda mən bu filmi izləyə bilmərəm. O maraqlıdır, heyrətamizdir, faydalıdır, qorxuludur, dəhşətlidir. Düz gəlir məna baxımından. Ona görə terrifying, yəni A variantı olur. Dördüncü sualda sifətin müqayisə dərəcəsidir. Zəmnən bunu bilirik, cümləmizdə var. Yəni, sifət bir şəkilçi qəbul etməlidir. Difficult-dan söhbət gedir. Difficult adi dərəcədə ola bilməz. Ona görə A-nı atırıq. B üstünlükdür. The most var. C-də difficult çox hecalı olduğu üçün ER yox, morla düzəlir. Yəni, D-dəki kimi. 5-ci sualda o çox ac idi. Ona görə də yeməyə getdi deyirəm. So, ona görə də. Because çünki, but, amma, and və cümlənin mənası düz gəlməz. Belə. 6-cı sualda to və enough qaydasıdır. Bilirik ki, sifət zərfdən sonra enough gələr. Ona görə birincidə enough'ın üstünə xətt çəkilir. Çünki happy buradadır. To enough olur. İkincidə tərsini verib burada. Deməli, hot sifətdir. Enough sifət və zərfdən sonra gəlir. Ona görə ikincidə cavab enough, yəni hot enough olacaqdır bu şəkildə. 7-ci sualda cümlənin mənasına görə söz tapmaq lazımdır. Bu insanlar deməli həmişə düzgünü deyir. Hansı insanlar? Ciddi insanlar yoxsa düzgün insanlar, yəni dürüst, vicdanlı insanlar? Cavab honest olacaqdır. İkincidə hansı insanlar sizcə müsbət düşünür? Optimist insanlar olur. Optimistik doğru cavabdır. Bu arada kanala abunə olmamısınızsa, faydalı videoları qaçırmamaq üçün kanala abunə olmağı unutmayın. 8-ci sualda deməli qeyri-adi, həyəcan verici, təhlükəli aktivitetlər olan film hansı film olur? Adətən macəra filmi olur, yəni adventure films olur. B variantı. 9-cu sualda we have enough time, bizim yetərincə vaxtımız var. Yəni konsert neçədə başlayır? 8-in yarısı, yəni 7:30-da. Cədvəl qrafik üzrə olduğu üçün indiki sadə zaman lazımdır. Konsert təkdədir deyə biz bura startçı qoya bilirik. Hansı zaman? İndiki sadə zaman. 10-cu sualda verilmiş cümlədə will hansı formanı, yəni hansı ifadədə işlənib deyir. İmtahan sənin üçün 100% deyir, asan olacaq. Müəyyən şəkildə, yəni dəqiq şəkildə asan olacaqdır. Bu, deməli, future prediction-dır. Gələcək zamanı proqnoz edir, yəni D variantı. Deməli, 11-ci sualda definition istəyir. Freezing dondurucu, çox soyuq. Very cold, çox soyuq. Bu şəkildə. Exhausted yorğun deməkdir. Very tired, çox yorğun mənası var. Enormous nəhəng, böyük. Burada da very big, çox böyük deməkdir. Yəqin ki, fikir aydındır. 12-ci sualda interesting. Deməli, bu qaydada necə edir? Canlıya aid olanda sifət id qəbul edir. Cansız olanda ing olur. Gəl gedək bu filmi izləyək. O çox maraqlıdır, cansızdır deyə interesting olacaq. 2-də o canlıdır, adamdır, insandır. Ona görə tired olar. Yuxarıda bu qaydanın formasını dedim. Əgər yaddan çıxdısa, biraz videonu geri belə deyim, fırlayıb baxa bilərsiniz. 3-cüdə mən ütüləməyi demək sevmirəm. O çox yorucudur, ütüləmək cansızdır, tiring olar. Bu kitablar cansızdır, boring olar. Orada adam olsaydı, insan olsaydı bored deyərdik. 5-cidə isə o adamdır, insandır, bu da artıq ona görə bored olur. 13-cü sual tag question'dır. Bu qaydanı yəqin ki, yaxşı bilirsiniz. You are a manager. Deməli, aren't you olacaq burada. Are not you olur.
planşetə görə xətt biraz əyri düşə bilər, amma inşallah ki, oxuya bilirsiniz. İkincidə we could play the piano, couldn't we olacaqdı. Yəni could not, yəni inkarda olur we. Bir daha deyirəm, xətt əyri düşür. Planşetdə yazdığım üçün ümid edirəm ki, oxuya bilirsiniz və yaxud da eşidirsiniz məni. He won't pass the exam. Deməli, will he olacaqdı burada. Bu şəkildə. Sonunda sual işarəsi var onsuz da. She likes cats olur. Deməli, burada olur. Doesn't. Bir saniyə. Doesn't she olur. Nöqtədalımız she'dir. Maria was in London. Deməli, bunu buraya yazaq. Wasn't, yəni was not. She də olar, Maria da olar. Bu formada doğrudur. Talk question rahat bir qaydadır. Mütləq bu qaydanı öyrənməyiniz rica olunur. 14-cü sualda first conditionaldır. Əgər sən yağışda dayansan, yağış səni isladacaq. Will get olacaq burada doğru cavab. İkincidə, əgər o tapşırıqlarını etsə, həyətə gedəcək, gələcək zaman olur. İkisində də will olacaqdır. 15-ci sual Boxing Day mətnindən söhbət gedir. Birincidə bizə düzgün başlıq istəyir, yəni ən yaxşı başlıq deyir. Söhbət elə Boxing Day anı götürürük bu da. 2-də to ride bilirsiniz ki, at sürmək, velosiped sürmək mənası var. C-də bunu aydın şəkildə görə bilirsiniz. Travel, horse, bicycle. 3-də altından xətt çəkilmiş söz nəyi əvəz edir deyir. Mətnə baxaq. Bir cümlə əvvələ qayıtmaq lazımdır. Daha sonra çox ovçular deməli etiraz edir tülkülərin öldürülməsinə, yəni əyləncə üçün öldürülməyə etiraz edir. Onlar düşünür ki, bu qəddarlıqdır. Kim düşündü? Onlar, yəni ovçular. Cavabımız hunters olacaqdı bu formada. Və 4-cü sualda deməli insanlar müasir dövrdə Boxing Day günündə nə edirlər? Cümlənin son hissəsində var. Elə son cümləni yazsanız doğru cavab kimi götürmək olar. Belə əziz şagirdlər, ümid edirəm ki, faydalı oldu. Kanala abunə olmağı unutmayın. Özünüzdən müğayət olun.